Qızlar, bugün işdən sonra evləri təmizləyirəm, qaymaqlı göbələkli aş bişirirəm. İşim çoxdur, ona görə gəlin tez keçək işlərə. Bilənlər bilir ki, qaymaqlı göbələkli aşı mən dəhşət dərəcədə çox sevirəm. Evə də kim qonaq gəlirsə onu bişirirəm. Bilirəm ki, həm asandır, tez bazar pişir, praktikdir, həm də ki, hər kəs tərəfindən seviləcək. Yəni bu yeməyi sevməyən insan yoxdur. Nəysə ki, deməli neynirəm? Mən toyuğu qızartıram, göbələyə əlavə eləyirəm üzərinə. Soğan falan vurmuram, sarkök vurmuram. İstəyirsinizsə vurun. Tam göbələklə toyuğun əti bişəndən sonra qaymaq əlavə eləyib söndürürəm. Mən burada evləri gecə saat 12-də bir də təmizlədiyimə görə birinci deyirəm ki, süpürgə ilə süpürüm, toz sorağın səsi çıxmasın. Sonra görürəm ki, xalçanın üstünü süpürməklə alınmır, qıraqları süpürürəm, xalçanın üstünü isə toz sorağın. İçirəm digər otağa. Bu otaq həmişə dağılır, çünki paltarlar buradadır. Bu arada şifanerimi belə siz gözlərinizi yumur, şifanerimin içinə baxmayın, çünki doğrudan şifanerim götür. İndi onu da vaxt eləyib bir gün təmizləyərəm. Hələlik dedim onu da eləsəm, mən səhərə kimi işlərimi qutara bilmərəm. Səhər də işə getməliyəm, mənim mesajlarımı gözləyən və məhsullarını gözləyən müştərilərim var. Ona görə dedim ki, bir şifaner qalsın gələn səfərə. Nəsə paltarları falan qəttələyirəm. Onsuz da şifaner dağılır. Qəttəlasam da bir fərqi yoxdur. Şifaneri səliqə şəkildə qoymağa çalışıram. Daha sonra pasteli falan dəyişirəm. Ümumilikdə otağı səliqəyə salmağa çalışıram ki, heç olmasa içəri girəndə dağınıq görsənməsin. Çalışıram da ki, işdən gələn kimi paltarlarımı səliqəli şəkildə şifanerə yerləşdirim. Qoymazsam üst-üstə yığılır. Bu arada artıq bizim göbələklə toyuğumuz bişir. Qaymağa əlavə eləyib, qarışdırıb, altını söndürüb qoyuram kənara. Sonra düyüsünü mən onun bişirəcəm. Bu otağı artıq süpürürəm, silmirəm. Daha doğrusu toz soranlamıram, amma siləcəm. Bu süpürgəni təzə almışam, qəşəng süpürgədə həqiqətən xoşum gəldi bu süpürgədən. Tozları çox qəşəng şəkildə təmizləyir. Bu koridorun güzgüsünü də mələk həmişə ləkə eləyir. Mən nə qədər silirəm, silim. İndi də gedib baxsam, axşam siz səhərsə görərsin ki, ləkədir. Çünki mələk elə bil ki, o güzgüdə cinləri var. Mütləq o güzgünü ləkələməlidir. Nəsə koridorda balaca bir koridorum da var bu arada qızlar. Evim balaca olsa da o qədər çox sevirəm ki, o qədər rahatçılığımı tapıram ki evimdə. Allaha o qədər şükür edirəm ki, hər dəfə evimi təmizləyən ki, mənə bunu nəsib eləmisən ya Rəbbim, min şükür. Mən o gördüyünüz çiftlə evləri silirəm. Onunla evləri siləndə gec tozu olur, gec bulaşır. Həqiqətən də parıldayır, çox təmiz olur. Bir dəfə storimdə bölüşmüşdüm. Yenə sizə storimdə bölüşərəm. Bu pozlarını təzə almışam. Qəşəngdir, rahatdır, praktikdir, asandır. Daha sonra koridorda digər evin koridoru yox, nədir o? Evəstə blokun koridorunu belə deyə təmizləyirəm, səliqəyə salıram. Düz oranı silib süpürmürəm, amma gələn səfər onu da eləyim gərək, çünki tam təmizləmirəm. Əgərsə maraqlıdırsa, gələn vloglarımda Kristal Abşerondan ev alardımı, almazdımı, partiləri ilə bölüşüm. Əgər istəsəniz, maraqlı olsa bu mövzunu sizin üçün bölüşərəm. Aşım bişir, gecə saat 2-də olsa mən aşımı yeyirəm, evlərimi təmizləyirəm, özüm də saçlarımı falan yuyuram, quruluyuram, yeməyimi yeyib yatıram. Hələlik gələn vlogda görüşənə